Siz pomidor yumurtanı necə sevirsiniz? Yumurtasını qarışdırıb bişirənlərdənsiniz, yoxsa sulu saxlayanlardan? Rəy bölməsində fikirlərinizi bildirərsiniz. İndi isə mən öz üsulum ilə pomidor yumurtanı necə bişirirəm sizə danışacağam. İlk olaraq pomidorlarımızın qabığını soyuruq. Bunun üçün qaynar suya pomidorları əlavə edib 5 dəqiqə saxlayırıq. Daha sonra asanlıqla qabıqlar soyulacaq. Bu cür hazırlayacağımız pomidor yumurta restoranlarda səhər yeməyində verilən pomidor yumurtanın reseptidir. Hazırlasanız peşman olmayacaqsınız. Pomidorları xırda kubik şəklində doğrayırıq. Doğradığımız bütün pomidorları birbaşa tavaya əlavə edirik və gür atəşdə 5 dəqiqə qaynadırıq. 5 dəqiqə keçdi və pomidor yumuşalıb və bişib. Üzərinə duz və kərə yağı əlavə edirik. Kərə yağı əridi. İndi isə yumurtanı əlavə etmək vaxtıdır. Deməli mən 3 ədəd yumurta götürmüşəm. 2 ədədini sarısı ilə, 1 ədədini isə sadəcə ağını əlavə etdim və qarışdıra-qarışdıra bişirirəm. Bişdikdən sonra isə bir yumurtanın sarısını saxlamışdım. Onu da üzərinə əlavə edib və qazın altını söndürürəm. Hazır olduqdan sonra üzərinə zövqə görə göyərti əlavə edirəm və artıq pomidor yumurta hazırdır. Burada bir məqamı sizə çatdırım ki, çalışın yumurtanın sarısı tam bərkiyib bişməsin. Çünki pomidor yumurtanın ləzzəti elə o yumurtanın sarısına isti təndir çörəyini batırıb yeməkdədir. Nuş olsun.